Esker vətən əmanəti, yurd əmanəti. Esker ocaq əmanəti, od əmanəti. Yəni bu mahnılarda siz körəldiniz. Ermənilər sizin səsinizi də gülləliyiblər. Tapançanı çıxartdı və sizi söydü və o 8 güllənin hamısını tapançanı boşaltdı, radionu susturdu. Ancaq görünür sustura bilməyib də. Bəs cənab nazir dedi ki, sizə zəng edək, təbrik edək. Artıq biz təqdimatı göndərdik. Əməkdar İncəsənət xadimi. Və sonra o siyahı da oxundu, orada mənim adım yox idi. İndi mən kiməsə deyə bilmərəm ki, mən niyə fəxrat vermişdim. Şəhərdə olan hər kəs bir ayaq saxlayıb dinləyirdi ki, görəsən cəbhə bölgəsində vəziyyət. Necədir? Təxribat xarakterli məlumatlar veriblər, mən oxumamışam. Qələbəmizə yaraşan bir qələbə marşı yazılmadı. Sizə müsahibə üçün zəng vuranda xahiş elədim ki, gitaranızı da gətirəsiniz. Siz də mənə dediniz ki, mən gitara çala bilmirəm. O klipdə çəkilənlərin yarısı o müharibədə şəhid oldu. Mən bilmirəm bu müsahibəyə necə başlayayım, çünki mənim özüm də içində bir debüt xarakteri daşıyır. Mən bu şirkətin Qafqazifon rəhbəriyəm. Adətən müsahibələri əməkdaşlar alırlar. Nədənsə uzun illərdən sonra, bəlkə də axırıncı aldığım müsahibənin üstündən 10 il keçib. Müsahibə almamışam. Daha çox o illərdə müsahibə vermişəm bu illərdə. İndi bilmirəm nə dərəcədə alınacaq. Özümlə bağlı da həyəcanlıyam ki, görək müsahibə ala biləcəm yoxsa yox. Çünki qorxuram ki, uşaqların qarşısında biraz uduzmuş olaram. Mənim yaddaşımda siz hardasa 12-13 yaşımdan varsınız. Demək olar ki, mən o yaşlarda, yeniyetməlik yaşlarında sizi hər gün televizorun qarşısında izləyirdim. Siz xəbərləri bizə çatdırırdınız, cəbhədə baş verənlərlə bağlı. Demək olar ki, sizin dilinizdən o kəndlərin əksəriyyətinin adını əzbərləmişdim. Tez-tez biz o kəndləri verirdik, alırdıq. Siz də bizə çatdırırdınız. Yəqin ki, siz ancaq aldığımız kəndlər haqqında məlumat verirdiniz. Mənə elə gəlir. Yox, elə nə var idi onu deyirdik. Amma çalışırdıq ki, uğursuzluqların bir balaca dozasını azaldıq. Xalq ruhdan düşməsin. Bəli. Qələbəyə belə deyək də inam yaradıq. Ona görə bu müharibənin öz qanunları var. Yəni orada belə bir fəndlərdən, priyomlardan istifadə olunubdur. Məsələn, İkinci Dünya müharibəsi ərəfəsində də məsələn Yuri Levitan olubdur. Bəli. O çox əfsanəvi bir adam olubdur. Xalq səbirsizliklə onun çıxışını gözləyir. Bakının 12 yerində səs gücləndirici qurğular qoyulmuşdu 92-ci ildə. O qurğular da İkinci Dünya müharibəsində istifadə olunmuşdu. Müharibə dövründə. Qalıb o qədər. Təzədən onu Rabitə Nazirliyi bərpa etdi və bəstəkar Cavanşir Quliyevi dəvət edildilər. Həmin o cəbhə xəbərlərindən öncə bir musiqi yazdı. Çox təsirli də bir musiqi idi. Elə bil ki, bir çağırış idi. Bəli. O musiqidən sonra mən məlumatı deyirdim. Və istər-istəməz şəhərdə olan hər kəs bir ayaq saxlayıb dinləyirdi ki, görəsən cəbhə bölgəsində vəziyyət. Necədir? Bu günlər minlərlə oğul bu yolda ya şəhid, ya qazi olmaq eşqi ilə döyüş meydanındadır. Bu döyüş meydanında ölümüyle də düşmənə meydan oxuyan oğullar var. Hardansa bir xatirədən eşitmişəm, kimsə danışıb. Sizin ermənilər sizin səsinizi də gülləliyiblər. Bəli, gülləliyiblər. Olub bu fakt. Əslində olmuşdu, gəldi Müdafiə Nazirliyində bizim studiyaya. Bizim hərbi jurnalist Rəşid Hüseynov, Faxralı ləqəbindən yazır, kitab o yazır. O dedi ki, mən Xan kəndində dindirilirdim bir mayor Lankes tərəfindən. Onun əlində tapança vardı. Tapançanın arxasından da vurmuşdu başıma. Qan gəlib deyir, yığışımı gözümə dolmuşdu deyir. Pəncərənin qabağında bir divar radiosu vardı. Özdə hər zaman Bakı radiosuna, birinci Bakı proqramını dinləyirdilər. Qulaq asırlar ermənilər. Dinləyirdilər. Və o dindirilmədə deyir, bu mənə şeydə deyir, birdən siz başladı diqqət, diqqət, danışır Bakı. O deyir, dayandı, qulaq astı.
Mən də hansısa bir uğurlu xəbəri demişəm ki, ordumuz bugün əks hücuma keçib falan yerləri azad etmişdi. Deyir, orada bu tapançanı çıxartdı və sizi söydü və o 8 güllənin hamısını tapançanı boşaltdı, radionu susturdu. Ancaq görünür sustura bilməyib də. Mən o vaxtda bunu bir Şərq qəzetinin müxbirinə danışdım, müsahibə alanda. O da gedib bunu yazıb, birinci səhifədə yazıb, Şəmstan Əl-Zamanını erməni güllələdi. Müharibə gedən bir vaxt idi, ya müharibədən sonra idi. Bir də gördüm, sənkilər gəldi mənə, dedi, bəs qəzetlər, Şərq qəzeti ilk səhifəsində Şəmstan Əl-Zamanını güllələdi. Çin açıb görüblər ki, o hadisəni yazıbdır. Yəni, bax, bu belə bir hallar olmuşdu. Şəmstan müəllim, 70'ə çatdırsınız da. 67 yaşım var. Hə, artıq 70'in astanasındasınız. Məsələn, mənim də 47 yaşım var. Ara bir məndə də qəribə bir hesabatlıq yaranır. Düşünürsünüz ki, missiya icra eləmişsiniz, bu həyata gəlmişsiniz və sizə tapşırılan missiyanı yerinə yetirmişsiniz. Mənə həvalə olan vəzifəni mən yüksək səviyyədə yerinə yetirməyə çalışıram. Hətta mənə aid olan, olmayan bütün işləri eləmişəm ki, qələbəmizi təmin edək. Bir çox məsələlər var, mənə qarşı çox, yəni belə asan da olmayıb, yollar keçmişəm. Məni həm 90'ların əvvəllərində, 90'ların əvvəlində efirdən uzaqlaşdırıblar, məni cəzalandırmaq üçün təxribat xarakterli məlumatlar veriblər, mən oxumamışam bu və digər səbəblərdən. Bəs Yusif Mirzəyevlə də ona görə xəstəxanada biz tanış olduq. Yəni o dövrdə bilirsiniz, yeni qurulmaqda olan orduydu, təxribat çox idi, kadrlar hamısı öz yerində deyildi. Bir çox hərbi vəzifələrdə mülki insanlar əyləşmişdilər. Yəni o dövrü bilirsiniz, mən getmək istəmirəm o dərinliyə. Və o situasiyadan çıxmaq, bununla belə xalqı ruhunu sındırmamaq, xalq ruhdan düşməsin deyə əlimdən gələni mən elədim. Və Yusiflə bir otaqda müalicə alırdıq. O xəstəxananın həkimi Şahin Musoğlu bizə baş çəkirdi, gəlir, söhbət edirdi. Bir dəfə dedi ki, bəs bir mahnı yazmışam. Söhbət İgid Əskər Möhkəm Bəli. gedir. Zümzüm elədi, o da Yusifin çox xoşuna gəldi. Dedim ki, əgər sənin xoşuna gəlirsə, o mahnını mən ifa edəcəm, özü də sənə həsr edəcəyik. Yusif Mirzəyevin də o vaxt sənədlərin milli qəhrəman adını almaq üçün təqdim olunmuşdu. Biraz həvəsləndim. Sonra bir neçə gündən sonra Yusif şəhid oldu. Əlbəttə ki, mənim üçün də böyük itki idi, bir əziz dostumu itirdim. Xalqımız üçün də böyük itki idi. Onun haqqında Vətən Sənə Oğul dedi adlı bir veriliş hazırlandı. Orada dedilər ki, bəs sizin aranızda belə bir sövdələşmə olub. Bəlkə sən bu mahnı oxuyasan. Və dedim, məndə olmaz, mən heç vaxt mahnı oxumamışam falan. Dedi ki, bəs bunu müşayiət nə ilə olacaq? Dedim, heç nə, fitlə, didilişi olar. Dedim, 2-ci Dünya Müharibəsində Mark Bernes vardı, onun çox gözəl mahnılar vardı, Səngər mahnısı. O Jurablin mahnısı da bir əfsanə idi. Jan Frenkel'di onun bəstəkarı. Dedim, şu Səngərdə elə gitar ilə fitlə oxuyurdu. Dedi, fiti kim çalacaq? Dedim, mən. Çok Pozitsiya boş, ne vuruşan oğlandan? Ben kimin pozitsiya? Davay tez pozitsiya. Zavma ağam Bakıdan gəlmişəm, 104 numaralı pavilyon müdür ya. Heç bilmirəm də ki, nə fərdi. Mən demək istəyirəm ki, qoy mənə tanıyan o yoldaşlar, qardaşlar, heç olmasa bizə siqaret göndərsinlər. İgid Əskər Möhkəm dayan. Çox maraqlıdır. O mahnıların içərisində sizi, mən öz seçimimi deyəcəyəm. İstəyərəm ki, sizdə elə bir ayrıntı varmı ki, məsələn, bu daha möhtəşəmdir? Mənim üçün ən əzizi İgid Əskər Möhkəm dayan. Bu Yusifə görə? Həm də ilk mahnımdır, həm də Yusifə görədir. İlk övladda digərlərindən seçilirdi. Ya bu ilk oldu da, Bəli. bu cığır açdı. Vətən əmanəti də çox sevildi, amma Cənab Leytenant hamısından populyar oldu. O mahnının təsiri ilə, o mahnının eşqi ilə bizim yüzlərlə gənclərimiz hərb sənətini seçdilər, zabit oldular. Bəli. Və onların içində generallar da var. Özləri mənə etiraf edir görüşəndə ki, bəs o mahnıdan sonra mən hərbiçi olmaq istədim. Hay ver mənə, Cənab Leytenant,
Maraqlıdır, niyə bizim 44 günlük qələbə ilə bitən Vətən müharibəsində o cür mahnılar yaranmadı? Mənə dedilər ki, sizin mahnılarınız, səsiniz xalqımızın hələ də yaddaşındadır 90-cı illərdən. Artıq Polad Həşimov şəhid olmuşdu. Bəli. Və biz çox istəyirik ki, o mahnıların yazılışını təzədən təmin edək, mahnıların sayını artıraq. Və bunun üçün mənə dəstək oldular. Təbii ki, onun maddi tərəfini biz də yazdıq. Bizim dostumuz, bəstəkar, aranjmançı Fərahim Sadiqlə bir neçə gözəl mahnılar yazdım. İctimai televiziya Azərbaycan əskəri, Bəli. Qələbə bizimlədir Azərbaycan əskəri. O da YouTube-da var. Çox uğurlu bir klip çəkdilər. Xüsusi təyinatlarla bir yerdə. Bilirsiniz, kədərli nədir? O klipdə çəkilənlərin yarısı o müharibədə şəhid oldu. Vətən müharibəsində. Bəli, bəli. 44 günlük müharibədə. İgid ərən oğullar ana vətən səsləyir. Qədim Oğuz yurdumuz sizə ümid bəsləyir. Yazın şanlı tarixə, uğurlarla zəfəri, qələbə bizimlədir, Azərbaycan əskəri. Yazın şanlı tarixə, uğurlarla zəfəri, qələbə bizimlədir, Azərbaycan əskəri. Böyük bir xalq sevgisi yarandı həmin illərdə, 92-93-cü illərdə. Mən şəxsən nə qədər uşaqlar tanıyıram ki, sizin adınızı vermişdilər. Düzdür, bizim də bir şəxsi hekayəmiz var. Mənim də bir xalam oldu, o dünyaya gəlmişdi həmin vaxt. Atası da cəbhədə idi. Ona da Şəmsdən adı vermişdilər. Və təəssüf ki, o uşaq yaşamadı. 1 yaş yarım olanda tok vurdu onu. Ancaq biz hələ də yaşadırıq. Yəni bizim kəndimizdə də, mənim ətrafımda da xeyli sizin adınızı daşıyan insanlar var. Sizin ümumiyyətlə onlarla rastlaşırsınız, görüşürsünüz, qarşınıza çıxır. Ünsiyyətiniz varmı? Necə onlarla əlaqə qurursunuz ki, bu adamlar sizin adınızı daşıyırlar? Olur, belə hallar çox olubdur. Yaxınlaşırlar mənə. Deyirlər ki, bəs mənim də adım Şəmsdandır. Deyirəm, neçənci ildən adan olmuşsan? Deyir, 90-cı illərində. Deyirəm ki, mənə görə deyir, bəli. Məsələn, onların içində zabitlər də var. Bir dəfə Lənkərana getmişdik. 99-cu ildə mən xidmətdə idim. Orada bir alayda bizim konsertimiz vardı. Mənə dedilər ki, bir ağsaqqal səni görmək istəyir qapıda. Gəldim, gördüm, qucağında da bir oğlan uşağı. Belə utancaq bir uşaq. Dedi, sizin şərəfinizə mən Şəmsdən adı qoymuşam. Belə bir şəkil çəkdirdik. Bu olur, belə hallar olur. Mən deyim ki, əlbəttə mənim üçün böyük bir şərəfdir. Müharibədə qələbə qazandıq, siz də xidmət göstərdiniz, həm 1-ci müharibədə, həm 2-ci müharibədə. İndi də öz fəaliyyətinizi davam elətdirirsiniz. Sizə özünüzün qiymətləndirilməyinizdən necə razısınız, yoxsa yox? Yaradıcılığım mı? Məsələn, sizə nə yaraşar? Bax, hansı mükafat, hansı ad yaraşar sizə? Vallahi indi nə deyim, mən deyə bilmərəm ki, niyə mənə fəxr ad vermirlər və yaxud verməlidirlər. Hər şey göz önündədir. Demək, burada da vasitəçi lazımdır da. Elə bir ki, bir təqdimat lazımdır da. 2017-ci ildə mənə Mədəniyyət Nazirliyindən zəng elədilər və təbrik elədilər ki, bu vaxt Nazir Əbülfəz Qarayev idi. Bəs cənab nazir dedi ki, sizə zəng edək, təbrik edək. Artıq biz təqdimatı göndərdik, əməkdar incəsənət xadimi. Bəli. Və dedi ki, Şəmsdan müəllim zəng edin, təbrik edin mənim adımla. Mən də təşəkkür etdim. Və sonra o siyahı da oxundu, orada mənim adım yox idi. Olur belə şeylər. Düşünürəm ki, əsas xalqın hörməti, diqqətidir, Allahın sevgisidir. Bir mənalı. Yəqin ki, onların hamısına razısınız. Ancaq məsələn, Rusiyada, başqa ölkələrdə, bax adını çəkdiyiniz Yuri Levitan özü xalq artistidir. SSR xalq artistidir. Sonra, indi Rusiyada davamçısı var, Oleg Qazmanov. Cəmi bir mahnı ilə xalq artistidir. İndi mən təbii ki, mahnıları çoxdur, ancaq bir sevilən mahnısı var, bir populyar ofisiyer mahnısı var. Gözəl mahnı.
Çox gözəl mahnıdır. İndi mən kiməsə deyə bilmərəm ki, mənə niyə fəxr adı vermirsiniz? Axı Azərbaycan elə böyük bir ölkə deyil. Yəni, ya bu verilirsə, məni də bu yaradıcılığın gözünə qatmalılar, ya da ümumiyyətlə verilməsin də. Doğrudur. Çünki bu fəxri adlar olmazsa, mən düşünürəm ki, şayələr də olmaz, ara söhbətləri də olmaz, narazılıq da olmaz. O sual da verilməz. O sual da verilməz. O sualın özü də adamı incidir görürsən. Amma Elbrus bəy, çox sağ olun bu səmiyyətinizə görə. Amma biz öz işimizi yerinə yetirdik. Mən düşünürəm ki, zamanı var. Yəqin. Yəni, mütləq ki, zamanı var. Yəqin elə mən hamısını birdən olacaq. Birbaşa mümkündür də xalq artisti. Hər şey mümkündür, əlbəttə. İnşallah. Siz artıq bunu elan da elədiniz. Yaddaşınızın bir yerində müharibə gözləmirsiniz? Mən narahat edən əsası nədir ki, möhtəşəm qələbəmizi özündə əks etdirən, bizim bu qələbəmizə yaraşan bir qələbə marşı yazılmadı. Aha. Mənim ən böyük arzum o idi. Və mən müraciət elədim. Himin kimi. Əlbəttə qələbə marşı. Bu bütün dövlətlərdə var. Böyük qələbənin sonu marşla bitir, qələbə marşı. Mən şairlərimizə də müraciət elədim. Mən məsələn bəzi instansiyalara da çıxdım ki, belə bir qələbə marşına ehtiyac var. Amma bir reaksiya görmədim. Təəssüflər olsun ki. Amma yazılsa, o marş hər şeyi xatırladar. Yəni bizim o qələbəmizi tərənnüm edər illərlə, təbliğ edər. Böyüməkdə olan nəsil də onları oxuyar hər zaman. Axı lazımdır. Bəlkə bunun bir zaman məsələsi var. Bəlkə biz bu qələbəni dərk eləmək üçün bir müddət bu bir qədər daha uzaqlaşmalıyıq prosesdən. Düşünürəm ki, nə vaxtsa yazılacaqdır. Yəqin yazılacaqdır. Bunun fərqi yoxdur indi, yəni onu mən ifa edeyim ya bir başqası ifa etsin, amma bu qələbə marşına ehtiyac var. Cəmiyyətdə narahatlıq doğuran, elə dövlətin özündə də belə narahat olduqları bir məqam var ki, müharibənin qələbədən artıq 6 il keçməyinə baxmayaraq, filmlər yaranmır. Yaranır, bizim arzuladığımız, istədiyimiz kütləvi, təsirli filmlər yaranmır. Mən də bir dəfə vurğulamışam ki, Qarabağ haqqında ən sonuncu film Fəryad filmidir. Ondan sonra biz film çəkməmişik. Sizcə niyə yaranmır bunlar? Təəssüflər olsun ki, yaranmır. Buna ehtiyac var. Bunlar arxivləşdirilməlidir. Kino vasitəsilə, filmlər vasitəsilə. Yəni, bunlar çəkilməlidir gələcək nəsillər üçün. Bir yadigar qalmalıdır. Ədədinə nə çatmır? Bax, indi Şahin Musoğlu çatmır, Şəmistan çatmır, yoxsa Yusif Mirzə. Bunların axısı var, hamısı var da. O qəhrəmanlar da var. O xatirələr də var. Şeir mi yazım? Ya bəstəkar lazımdır bəlkə daha. Bax, deyirsiniz zaman ki... Filmin çəkilməyinə, məsələn, ssenari yazılmalı, bu filmlər çəkilməlidir. Böyük bir qələbədir bu. Tarixi qələbədir, möhtəşəm bir qələbədir. Dünyaya səs salan bir qələbədir. Bu qələbə bizim dövlətimizi, xalqımızı gör haralara qaldırdı. Necə dünyada tanındıq. Məsələn, bizim xalq bu qələbədən sonra dünyanın ən qəhrəman xalqı kimi tanındı. Doğrudur. Cənab Ali Baş Komandanın qətiyyəti, müharibə hazırlığı, müharibəyə hazırlıq, istəyir xarici tərəfdən, daxili tərəfdən hər şey nəzərə alınmışdı, detalların əksəriyyəti və biz bu meydanda tək qalmadıq. Bir, təbii ki, ordumuzun hazır vəziyyətdə olmağı, iki, və xalqımızın da xeyir duası. Bütün xalq bu müharibədə iştirak elədi. Bir dənə fərari rast gəlmədi. Çox maraqlı. Sayı hesabı yox idi. Bax, görürdünüz də, maşınlar gedirdi, əskərlər qaçırdılar, hər bir şey, nəsə istəyirdi, bir əskərlərə bir hədiyyə eləsin, bir meyvəmi, bir yeməkmi, bir nə bilim, belə də şirəmi, belə bir şeylər edirdilər ki, çünki hamı hava su kimi arzulayırdı bu qələbəni.
Müharibədən sonra nə etdiniz? Bu qələbədən sonra nə ilə məşğulsunuz? Mən təqaüddə olan adamam, yəni təqaüddə yaşım da deyil. İndi bu müharibə dövründə mən əlimdən nə gəldiysə Elədiniz. Elədim təbii ki. Sonra Və səssiz bununla da fəxr edirəm. Və nə yaxşı ki, biz bu qələbəni gördük, daddıq bunun dadına. bəlkə də ən çox o haqqı çatanlardan birisisiniz. Çünki o qədər oxumusunuz, əziyyət çəkmisiniz. İndi də belə yaradıcılıqla məşğulam. Səssiz Türkiyədən gəlir tez-tez. Gəlir də. 2019-cu ildə Birlik Ertuğrul tarixi filmə dəvət elədilər. O Turan ellər var olsun mahnısına görə orada çəkildim. O filmi dünyada 2 milyard 600 milyon insan izləyir. Elə musiqinin özünü də xeyli adam. 185 ölkədə 25-dən artıq dildə. Yar oldu yollar bana, söyledi diller bana. Duran eller var olsun, düşmanları kahrolsun. Allah Türkiye yar olsun. Ayrılmaq istəməzdim, amma o ilə burada münasibət fərqli deyil. Sizin yaradıcılığın qiymətləndirilməsi baxımından. Mən düşünürəm ki, mən artıq Azərbaycanda İşinizi görübsünüz. işimi bitirmişəm. Artıq bu müharibə qələbi ilə başa çatıb. Mən də bunun üçün əlimdən gələni bir vətəndaş kimi, bir Azərbaycanlı kimi, bir ehtiyatlı olan zabit kimi, bir hərbi diktor kimi, müğənni kimi eləmişəm. Bəli. Artıq düşünürəm ki, Türkiyədə davam etmək lazımdır. Sizə orada olan sevgidən, sayğıdan razısınız. Çox, çox. Mən Türkiyədə çox məşhuram. Belə başqa bir sanılan. Belə olub ki, taksidə gedir dostlardan deyir ki, taksi şoförünə deyir, inanmır ki, mən sənin hələ bir danış. Məsələn, o Turan ellər var olsun mahnısı çox məşhur oldu Türk dünyasında, dünyanın hər yerində. Tanrı Türkiyə Sonra, olsun. bəli, Tanrı Türkiyə olsun. Məsələn, Türkiyə prezidenti cənab Erdoğanın çıxışlarında səslənirdi televiziyalarda. O musiqinin, o mahnının fonunda çıxış edirdi. Sonra sözləri Əhməd Cavad musiqisi Mənə aid Zəfər Bismillah 2019-cu ildə Seçkidə istifadə olunur. Cənab Erdoğanın rəhbərliyinin AK Partiyanın 2 seçim musiqisi, şeydə var YouTube'da. 2 seçim musiqisi var. Biri mənim Zəfər Bismillah'dır. Düzdür, şeiri onlar göndərdi. Amma ifa mənimdir, musiqi mənimdir. Ayağa kalkınca bu aziz millet, yürüdük ileri haydi bismillah. Liderini buldu bu kutlu dava, açıldı bizlere zafer bismillah. Belə bir təəssürat var ki, onlar bizdə olan qəhrəmanları, fenomenləri deyək də, seçib sevirlər. Məsələn, sizə olan münasibət də eynidir. O cümlədən Mübariz İbrahimova olan münasibət eynidir. Çox belə vurğulayırlar. İndi onların imkanları da böyük olur, texniki imkanları, çatdırmaq imkanları təbii ki. Mən bunu hiss eləmişəm həmişə ki, bizdən olan, məsələn, elə Polad Həşimovun özünə Doğrudur. çox yüksək səviyyədə doğru yerdən ola bilsin, toxuna bilirlər. Əlbəttə ki. Polad Həşimov, məsələn, ya da Mübariz İbrahimov tək Azərbaycan deyil də, Türk İslam dünyasının qəhrəmanlıq simvollarıdır. Onların hər birinə bilirsiniz, orada büst qoyurlar, sonra heykəl qoyurlar. Əhməd Cavadın, məsələn, heykəl. Bəli. Münasibətləri çox yüksək səviyyədə. Bəli, çox sevərlər Əhməd Cavadı. Sizin qapalı məsələlərdən biri də ailə, uşaqlar, övlad. Bir oğlunuz, bir qızınız var. Nə ilə məşğuldular? Oğlum memardır, arxitektordur. Bizim İnşaat Üniversitetini qutarıb qırmızı diplomla bitirmişdi. Sonra Fransada, Montpellier şəhərində akademiya bitirib. Cenevre Dövlət Üniversitetində doktorant oldu, elm işçi və oranın sosial elmlər doktorudur. Maşallah. Azərbaycana gəlir, tez-tez dövlət tədbirlərində də iştirak edir. Bu yaşında yəni artıq öz yerini tutubdur. Ailəlidir. Ailəlidir, Uşaqlar var. bir nəvəm var. Bəli. Maşallah olsun. O səs var, onda boğaz var. Səs var, bənzərlik, amma Məşğul deyil. incəsənətin o arxitektura, rəssamlıq tərəfində güclüdür. Bəs qız?
Qızda var. Qızın bəzi musiqilər də yazır, pianoda. Nə ilə məşğuldur, harda? Azərbaycandadır. Azərbaycanda. O da ali təhsil. Yəni uşaq hiss edirəm ki, övladlarınız uğurlu hesab edirsiniz övladlarınızı. Və sizin başınız qarışıq olub daim ezamiyyət, Türkiyə, ordu, hərbi. Bunları belə mükəmməl necə yetişiblər? Hər şey qaydasından. Oğlum gəlməlidir, gələn ay mən tanış edərəm sizi, bir yaxından da tanış olun. Sizə müsahibə üçün zəng vuranda xahiş elədim ki, gitaranızı da gətirəsiniz. Siz də mənə dediniz ki, mən gitara çala bilmirəm. Mən də bu uzun illər sizi gitara ifaçısı üçün fikirləşmişəm ki, kaş otura ocağın qırağında. Ben gərək bunu deməyəydim sizə. Çünki o 44 günlük müharibə dövründə mən indi onu sizə verəcəm, istifadə edilə bilərsiniz bu söhbətin arasında. Bəli. Orada mən gitara əlimdə ifa edirəm. O klipdir. Amma əslində mən gitara ifa edə bilmirəm. Amma burada da gəldim, o redaksiyada dedim, hamı təəccübləndi ki, uşaqlar gitara gətirəcək. Dedim, uşaqlar gitara çala bilmir. Amma dediniz ki, üzüm eləyərəm, məsələn, mənim ən fit hissəsini, o yeri var, mənim sevdiyim mahnıda, ancaq sizin Vətən əmanəti. Onun orada da var, Cənab Leytinatda da var, İgid Əskərdə də var fit hissəsi. Yəni fitin musiqi olduğu bir dünyada yaşayırıq da, çox maraqlıdır əslində. O da mahnının bəlkə o fitsiz o mahnıları təsəvvür etmək mümkün deyil. Bir fitlə deyir, məsəl üçün belə bir şeylər də var. Bir fitə bənd olanlar gediblər o fitin dalıyca. Bir fit çalmaq kifayət eləyib əslində. İndi bu müharibə mahnılarıdır da, bəzi səngər mahnılarında olur da, sadə olmalıdır, səmimi olmalıdır, sözləri qəlbə tez yol tapsın. Bəli. Sadə dildə olmalıdır. Gündəlik danışıq dilində, məsələn, əskər, vətən əmanəti, yurd əmanəti, əskər, ocaq əmanəti, od əmanəti. Yəni, bu mahnılarda siz körəldiniz. Bəli. Bu mahnılarda əskərlə danışmaq lazımdır. Mən həmişə ifa edəndə çalışırdım ki, elə ifa edim ki, əskərlə danışıram.